Gedəcəyimiz ünvanın Culfa rayonunun ən ucqar dağ kəndi olduğunu nəzərə alaraq yola səhərin erkən saatlarında çıxmışdıq. Əzəmətli Haçadağ sanki bizə bələdçilik edirdi. Abad kəndlər və rahat yollardan keçdik. Uca dağların seyrinə daldıq. Dağların sinəsini yarıb dərələrdən axan çayların şaqraq səsini dinlədik. Boyəhməd təmiz havası, zirvələrində qar olan dağları, dumana bürünən sərt qayaları, baldırqanlı dərələri ilə bizi qarşıladı. Doğma yurda, el-obaya, boya-başa çatdığı torpağa bağlı insanları tanıdıq. Birinci olaraq bu kəndə cibində diplom gələn müəllim mən olmuşam. 43 il bir yerdə işləmişəm. Bizim ailədə uşaq olubdu. Hamısı pərən-pərən dağılıb gedib, sonra bura getdilər. Nəsə mən aralanıb gedə bilmədim. Burada bizim keçmişimiz olub, bizim nətər deyim, ata-babalarımız burada yaşayıb. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə Səfalı yaylaqlar qoynunda yerləşən bu kəndin adı Çullu ləqəbi ilə tanınan Fətəli adlı bir şəxsin 4 qardaşı ilə birgə yaşadığı yurt yeri olub. Əlincə çayı boyunda olan kəndlərin içərisində Ləkədağ, bir də Bəhmət kəndləri eramızdan əvvəl tarixə malikdir. Biz indi yaşadığımız Boy Əhməd 3-cü yaşayışdır. İkisi məhv olub gedib, tarixin hər hansı bir anında dağılıbdır müəyyən səbəblərdən, bu 3-cü yaşayışdır. Bu da 18-ci əsrin ortaları ilə bağlıdır. Xanlıqlar dövründə deyilənlərə görə, biz babalarımızdan eşitdiklərimiz yadımızda qalan rəvayətə görə Cəbrayıl rayonunda Boy Əhmədli kəndli adlı bir kənd olubdur. Orada onların torpaq üstündə, qardaşlar arasında olan mübahisə, onların bir-birindən aralanmasına və birinin köç eləyib bizim istiqamətə gəliblər bura. Gəliblər buranı baxıb, bəyənib və burada məskən salıblar. Ağdamda da var, Qubadlıda da var. Bir də Cəbrayıldə belə Çul adı ilə, tayfa, soy, boy adı ilə bağlı belə bir rəvayətlər də var. Amma biz əsasən bağlayırıq həmin bu Çulunla. Ki, bu həqiqətən adları yaxşı çulladığına görə buna Çullu Fətəli adı veriblər. Vaxtilə Xan yurdu, Kirnalı, Xəşələ, Soyuqbulaq, Qanlızəmi, İskəndərəkən yurdlarına insanları çəkib aparan saf bulaqlar, füsunkar təbiət gözəllikləri olub ki, onlar da bu yerlərdə oba salıb səfalı yaylaqlarda yaşayıblar. Bizim indi sizdən qarşı-qarşıya durub baxdığımız əzəmətli Göydağdır. Göydağ dəniz səviyyəsindən 2720 metr hündürlükdədir. Həmişə onun zirvəsində qar olur. Bəzən elə olur ki, avqust ayına qədər onun zirvəsində qar qalır. Orada Zor bulaq deyilən bir bulağımız var. O bulağı çəkib öz kəndimizə gətirmişik. Bir-biri ilə mehriban bir ailə kimi dolanan Boyəhmədlilərin xeyri də birdir, şəri də. Bax, bizim həyətdə Allaha şükür baxırsınız da, bütün hamısı təbii otlar, özdə dərman otları, bunun özü baldırqandır. Buna su baldırqanı deyirlər. Bir də ayrı baldırqan, çöl baldırqanı, keçi baldırqanı. Bunların hamısı dərman otlarıdır. Bizim həyətimizdə var. Bax, təbii otlar, gicikcandır, bax, burada var. Ən yaxşı dərman vasitəsidir, andız otudur. Təbiətin bu gözəlliyi əslində qalanda, mənim də təbiətimə uyğun olduğuna görə mən burada qalmışam. Fərqli duyğu, fərqli bir sevgidir yurt sevgisi, el-oba məhəbbəti. Biz seçmirik doğduğumuz, yaşadığımız yeri. Onların da qismətinə Ucqar dağ kəndində yaşamaq düşüb. Çətinlikləri də çox olub. Zaman olub gözdən, könüldən uzaq yaşayıblar. Zaman olub rahat bir təhsil ocağının həsrətini çəkiblər. Amma el-oba yurt sevgisi bu çətinliklərin öhdəsindən gəlməyə səbəb olub. Bu Əhməd kənd orta məktəbindən sinif müəllimi kimi fəaliyyət göstərmişəm. Və bu 43 il həmin məktəbdə sinif müəllimi kimi çalışmışam. Mən ilk gələndə bizim məktəbimiz 4 dənə xırda sinif otağından uçuq-sökük sinif otaqlarından ibarət idi. Və 20 il həmin o döşəməsiz, tavansız sinif otaqlarında dərs keçmişdik. Zirzəmi kimi demək olar ki, sinif otaqları idi. Amma buna baxmayaraq, həmin o otaqlarda biz öz nə bilirdik, nə bacarırdıq, onu öz şagirdlərimizə öyrətmişik. Mən dərs dediyim şagirdlərin arasında 600 baldan da çox toplayıb instituta girənlər olubdu. Mən indi bu saatda təqaüddə olsam da, indi günün kiçik təsərrüfatımız vardı. O təsərrüfatla məşğul oluram. Və mənə çox deyirlər ki, çıx gəl sən şəhərdə yaşa. Mən bax bu dağları, bu çayları, bu meşəni, bu yaşıllıqları ötürüb getmək istəmirəm.
Boy Əhmədin ən böyük sərvəti yurda bağlı insanlardır. Onların yaddaşında qarlı qışlar, çətin günlər də var. Hər daşın, hər cığırın, hər bulağın xoş bir xatirəsidir. Səsil çeşmə deyirlər, qoşa bulaq deyirlər, soyuq bulaq deyirlər. Bu dağların zirvəsində heç deyim ki, bəlkə də bir anlığa alan orada saxlamaq olmur. Çox hələ soyuq suları var. Gəncliyimiz orada keçib, müqəddəs yaranıb əzəldən bəri. Nə böhtandır dünya, nə şərdir dünya. Nemətli şirindir, özü gözəldir, əbədi bir mülkü bəşərdir dünya. Min illərdir. Boy Əhməd kəndi özünün nağıl kimi ömrünü yaşayır. Həm də deyir ki, kənd sadəcə bir coğrafi məkan deyil, insanların yaddaşı, keçmişidir.